Belə bir maraqlı məsələyə baxaq. Rəngli kvadratlardan yalnız birini öz daxilində saxlayan neçə düzbucaqlı var? Bu kvadratlardan biri A, digəri B olsun. A-nın yuxarı tərəfində 2 düz xətt parçası, aşağı tərəfində 5 düz xətt parçası, sağında 2, solunda isə 5 düz xətt parçası var. Onda A-nı öz daxilində saxlayan düzbucaqların sayını hesablamaq üçün A-nın yuxarısından 1, aşağısından 1, sağından 1 və solundan 1 düz xətt parçası seçmək lazımdır. A-nın yuxarısından bir düz xətt parçasını kombinzon 2 elementdən 1, aşağısından bir düz xətt parçasını kombinzon 5 elementdən 1, sağından bir düz xətt parçasını kombinzon 2 elementdən 1 və solundan bir düz xətt parçasını kombinzon 5 elementdən 1 üsulla seçmək olar. Deməli, A-nı öz daxilində saxlayan 100 sayda düzbucaqlı var. B-nin sol tərəfində olan 2 düz xəttdən birini seçməliyik. Bunu kombinzon 2 elementdən 1 üsulla. Sağ tərəfində olan 5 düz xətt parçasından birini kombinzon 5 elementdən 1. Yuxarısından 4 düz xətt parçasından birini kombinzon 4 elementdən 1 və aşağısından 3 düz xətt parçasından birini kombinzon 3 elementdən 1 üsulla hesablamaq olar. Bərabər olacaq 120 sayda belə düzbucaqlı var. İndi isə həm A-nı, həm də B-ni öz daxilində saxlayan düzbucaqlıların sayını hesablayaq. Bunu hesablamaq üçün bu qırmızı çərçivəyə aldığım düzbucaqlını öz daxilində saxlayan düzbucaqlıların sayını hesablamaq lazımdır. Çünki bu qırmızı düzbucaqlını öz daxilinə alan düzbucaqlı hər iki kvadratı da öz daxilinə almış olar. Qırmızı düzbucaqlının yuxarı tərəfində 2 düz xətt parçasıdır. Ona görə kombinzon 2 elementdən 1. Aşağı tərəfində 3 düz xətt parçası var. Kombinzon 3 elementdən 1. Sağında 2, solunda 2 olduğuna görə kombinzon 2 elementdən 1 vur, kombinzon 2 elementdən 1. Və bunu hesablasaq 2 vur 3 vurulsun 2 vurulsun 2 bərabərdir 24 olacaq. Şərtdə yalnız bir kvadratı öz daxilində saxlayan düzbucaqlılar soruşulduğuna görə yalnız A-nı öz daxilində saxlayan düzbucaqlıların sayı 100 çıxılsın 24 76-ya bərabərdir. Yalnız B kvadratını öz daxilində saxlayan düzbucaqlıların sayı isə 120 çıxılsın 24, bu da bərabərdir 96-ya. Deməli, yalnız bir kvadratı öz daxilində saxlayan düzbucaqlıların sayı bərabərdir 172 olacaq.